İnsan var olan gündən qurbanlıq məfhumu mövcud olub. İnsan yaranan gündən artıq yer üzünə gəldiyi ilk gündən Quran-ı Kərimdə danışılır, Həzrəti Adəmin iki övladının qurban gətirməsi, Habil və Qabilin. Və yer üzündə ilk qəbul olunan qurban məhz Allah rizası üçün edilən qurban olur. İnsan müvəqqəti bir aləmdən qopub əbədiyyətə qovuşmalı, ilahi bir kamilliyə doğru hərəkət etməlidir. Və qurban bu ayrılmanı, qopmanı simvolizə edir. Qurbanın əsas mahiyyəti insanın aşağı dərəcəli istəklərindən ali dərəcəli istəklərə doğru hərəkət etməsidir. Qurban ayrılmaq, qopmaq mənasını ifadə edir, yaxınlıq mənasını ifadə edir. İnsan kamilliyə yaxınlaşmaq üçün ötəri hisslərdən, ehtiraslardan azad olmalıdır.